Hoş gördük benim əzizlərim, benim güzel galip milletim. Bugün sizlere Ulu Borsalımızın Fakralı elinin şair oğlu, dostum, kardeşim Pənah bəy Ziyəddin oğlu yaradıcılığından üç bəhtlik bir şiir paylaşıram. Şair yazır ki, neçə ildir gedəmirəm, elim üçün darıxmışam, heç kimə də deyəmirəm, anam üçün darıxmışam. Deseler ki cennet harda, Fakralı tək bir diyarda, sıxınıram bu şəhərdə, anam üçün darıxmışam. Başı qarlı təhməzim var, hər cığırda bir izim var, Pənaham çox sözüm var, elim üçün darıxmışam, anam üçün darıxmışam, anam üçün darıxmışam. Var olun dostlar, sağ olun.